Sevgili seyirciler, Kazakistan bu yıl dördüncüsü yapılan Avrasya Tahkim Haftası forumuna ev sahipliği yapıyor. Avrasya bölgesinde daha şeffaf, daha güvenilir ve yatırımcı dostu bir hukuk ortamının sağlanması için yapılan etkinliğe dünyanın çeşitli ülkelerinden yaklaşık 65 uzman ve 600 üzerinde delege katılıyor. Forumun gündemini almak üzere Astana'ya gidelim. Muhabir arkadaşımız Nurgali Cüzipba ile konuğu bizleri Uluslararası Tahkim Merkezi'nde bekliyor. Sözü hemen kendilerine bırakalım. Efendim başkent Astana'nın ev sahipliğinde Avrasya Tahkim Haftası konferansı başladı ve Astana Uluslararası Tahkim Merkezi tarafından düzenlenen program marjında küresel hukuk camiasının gündemindeki en kritik, en önemli konu başlıkları ele alınıyor. Efendim bugünkü yayınımızda bu programın, konferansın önemini konuşmak istiyoruz. Bunun için Azerbaycan'dan tahkim uzmanı Ruslan Bayramov'u ağırlıyoruz. Vakit kaybetmeyelim ve mikrofonu hemen kıymetli konuğumuza uzatalım. Efendim yayınımıza hoş geldiniz. Programın, forumun, konferansın önemine ilişkin neler söylersiniz? Buyurun söz sizde. Bir daha salamlayırıq. Biz Azərbaycandan bizimlə bərabər 4 nəfər gəlmişik bu arbitraj həftəsinə. Bu təşkilatçılıq çox yüksək səviyyədədir. Öncədən onu bildirmək istəyirəm. Hər şey ən incə detalına qədər düşünülüb. Bu arbitraj həftəsi, bu tədbirin özü Qazaxıstan üçün çox vacibdir. Bu Türk dünyası üçün çox vacibdir. Amma gördüyümüz kimi burada sırf Türk dünyası təmsil olunmur. Dünyanın ən öndə gələn arbitraj mütəxəssisləri də təşrif buyurublar gözəl Astana şəhərinə və öz fikir mübadilələrini aparırlar, təcrübələrini bölüşürlər. Bu eyni zamanda fürsətdir yerli mütəxəssislər üçün də. Bizim bildiyimiz qədərilə burada tələbələr də təmsil olunur. Həm Qazaxıstandan, həm xaricdən bura staj üçün gəlmiş tələbələr var. Onlar üçün də bu bir təcrübədir. Onlar vaxtilə kitabdan oxuduqları mütəxəssisləri artıq canlı görmə imkanına malikdirlər. Konferansda danışılan mövzular bugün arbitraj dünyasını maraqlandıran ən vacib suallardır və fürsət yaranıb ki, həmin sualları dünya səviyyəli mütəxəssislərə ünvanlayıb cavabımızı alaq. Efendim toplantı gündeminde hangi konular vardı? Hangi başlıklar ön plana çıktı? Ön planda olan başlıqlar bu Türk dünyası ərazisində, Türk dünyası boyunca, İpək yolu boyunca, özellikle Orta koridor boyunca arbitrajın inkişafı, arbitrajın yeri bu əsas danışılan mövzulardan ibarət, danışılan mövzulardan biridir. Və əsas məsələ də, əsas vurğu da ona el edildi ki, bu ölkələrdə ola bilər ki, bunlar fərqli dillərdə danışılır, fərqli qanunvericiliklərə malikdirlər, fərqli məhkəmə sistemləri var. Bunları birləşdirmək heç də əsas məsələ deyil. Əsas olan hamının eyni arbitraj dilində danışmasıdır. Bu da nədən ibarətdir? İnstitutlar arasındakı fikir mübadiləsidir, təcrübə mübadiləsinin aparılmasıdır. Bir ölkədəki mütəxəssislərin digər Türk ölkələrindəki və yaxud da ki, Orta koridor ölkələrindəki mütəxəssisləri yetişdirməsidir, institusional təcrübənin bölüşdürülməsi və s. kimi mövzular əsas danışılan mövzular arasındaydı. Çok sağ olun, var olun. Efendim bugünkü özel yayınımızda Azerbaycan'dan tahkim uzmanı Ruslan Bayramov yayın konumuz oldu ve gündemi değerlendirdi. Biz de bu noktada bugünkü yayınımızı tamamlıyoruz. Başkent Astana'dan Türkiye ve Türk dünyasına son gelişmeleri aktardık diyelim ve sözü yine size bırakalım.